Krımda yeni bir İngiltərə olub. Təsəvvürün York adını daşıyan, Hastings adını daşıyan qəsəbələr olubmuş orada. Bununla bağlı bəzi əfsanələr var. Bəs bunun tarixi necədir? Ümumiyyətlə bilirsiniz ki, 1066-da Hastings döyüşü olur və İngiltərədəki Anglo-Saksonlar Fransanın şimalında yaşayan fransızlaşmış Vikinglər tərəfindən məğlub edilir və bundan sonra Anglo-Saksonların çoxu ölkəni tərk edir. Amma yerli əhali yox, böyük ölçüdə qraflar və lordlar ölkəni tərk edir. O tərk edənlərdən bəziləri Skandinaviyaya, bəziləri isə ana yurtları olan Almaniyaya dönürlər. Amma bəziləri isə 300 gəmidən ibarət qrupla bərabər Aralıq dənizinə və daha sonra isə böyük şəhər adlandırdıqları Konstantinopla gəlirlər. Konstantinopla gəldikləri zaman isə Konstantinopol bir kafir ordusu tərəfindən mühasirəyə alınmış və beləliklə İmperator Aleksiyosa yardım eləyərək onları məğlub edəndən sonra Aleksiyosdan torpaq istəyirlər. Və bu zaman Aleksios onlara iki əsas şey təklif edir. Birincisi, ordumda qvardiya kimi, elit qvardiya kimi döyüşün. İkincisi isə sizə Qaradənizin şimal və qərb torpaqlarında, yəni Krım tərəflərdə ərazi verə bilərəm. İkisini də qəbul edən Saksonlar böyük ölçüdə Rom ordusunda iştirak edirlər və daha sonra gələcək Norman hücumlarına qarşı savaşarkən bir növ intiqamlarını alırlar. İkincisi isə bəli Krım tərəflərə yerləşirlər. Amma bu böyük ölçüdə olmuş bir şey deyil. Əslində mənim danışdıqlarım bu hadisədən 100-200 il sonra qələmə alınmış tarixi faktlardır. Amma böyük ölçüdə əfsanədir. Amma əfsanə də öz kökünü reallıqdan alır. Amma şişirtməyə dəyməz. Yəni mənim demək istədiyim budur ki, şişirtməyə dəyməz. Çox böyük bir koloniya qurmayıblar və ya da ki, böyük şəhərlər salmayıblar. Sadəcə olaraq bəli müəyyən qədər ora yerləşiblər və daha sonra isə assimilyasiya olub çıxıb gediblər. Bəs nəyə görə inanıram ki, Roma ordusuna iştirak ediblər? Çünki bunlar 1080 və 1090-cı illərdə Konstantinopla çatırlar. O dövrdə demək olar ki, orada bir kafir ordusunun hücumu yox idi. Bu uydurmadır bu hissəsi, təbii ki, özlərini qəhrəman göstərmək üçün. Amma 1071-ci ildə Malazgirt döyüşü olub və Malazgirt döyüşündə Roma ordusu darmadağın edilib və ola bilsin ki, oradakı bütün Viking qvardiyası yox olub. O Viking qvardiyası imperatorun öncəki qvardiyasıdır. Həmin ki, o Varanq qvardiyası yox olduğuna görə imperatora yeni qvardiya gərək idi. Ola bilsin ki, buna görə Saksonlara təklif edib ki, gəlin siz mənim qvardiyam olub. Çünki Saksonlar da işte Vikinglərdən geri qalmır döyüş bacarıqlarına görə. Beləliklə onlar da o regionda yerləşiblər və müəyyən qədər Krımda yaşayıblar, müəyyən qədər İstanbulda yaşayıblar, amma zamanla assimilasiya olub çıxıb gediblər. Amma bilirsiniz, insan şişirtməyi sevir. Ola bilsin ki, zamanla bunu şişirdib, sanki bunlar orada koloniya qruplar, sanki bunlar onların yeni vətən olubmuş kimi danışıblar. Orta əsr tarixi yazılarında, xroniklərində bunlar geniş bir dövlət qruplarmış kimi göstərilib. Hətta daha sonra Norman orduları Roma imperiyasına hücum eləyəndə Saksonlar üçün intiqam şansı yaradılmış ki, Normanlara qarşı çox vəhşicəsinə döyüşülmüşlər. Yəni belə tarix əslində çox maraqlı bir sahədir. Görürsüz, İngiltərədən Krıma, hətta 11-ci əsrdən danışırıq biz. Böyük Britaniyanın kolonialist dövrlərindən də danışmırıq. Amma təbii ki, xalqların belə kiçik köçləri olur. Böyük bir köçlər var, bir də kiçik köçlər var. Onlardan da biri böyük ehtimal Anglo-Saksonların başına gəlibmiş.